Hə? Bizə yəqin ki marka lazım olur. Laptop. Okay. Bizə lazımdır produktın nəyi? Vermə. Komentar ver. Bizə lazımdır produktın şeyi. Ben onu lock eləyək. Ki, hə, bax buradakı. Haradadır, kodu varmı? İşləyən var ki, zaman. Yox. Mənim gözüm zəifdir. Bir dəqiqə görüm, burada bəlkə var tapdıq. Nasıl yazılır? Şu product ID var. Serial number lazımdır. Serial numberi bir dənə görək tapa bilirikmi? Germany. Hə, tapdıq deyəsən. Bir dənə bunu oxuyub deyə mən görmürəm. Bax burada modeldən sonra nə yazılıb? Modeldən sonra mənim 4 D Böyükdür. yox, mənim balaca. Aha. H 10 10 3 uğru. Belə? Pardon. Kesin buydu. Dəqiq. Çünki məncə DH-dan sonra 10'dur, yoxsa 40'dır? Mənim ona oxşayır. 4'dən sonra çünki yoxdur elə bir. Bir də burada modeldən. Modeldən sonra nə yazıb? Bir ona baxın. Yaxşı, model ID-yə baxın. Product ID. Hə, baxın. Kimin gözü güclü görsün, mənim gözüm. Ha, yaxşı, product ID var ya burada. Burada nə yazılıb? Onu yoxlayaq. Mənim Q, bəli, böyük Q, 9, böyük G, 9, E, A, hamısı böyük E, A, yenə EA. Ya. Hə? A, C, B. Belə bir şey var mı? Çıxdı deyəsən. Çıxdı. Əməli sistemi neçədir? 11. Windows 10 çıxır. Nə dəxlə biz qoş 11 işlədirik də. Yox, şey burada. Windows 10 çıxır, 11 yoxdur. Səbəb? 17 CA. Məncə bu deyil. Yox, o deyil. Baxın. Orada disk var, məndə yoxdur disk. Ya bu deyil, eyni model deyil. Eyni, çünki bu köhnədir. Baxın, o Windows 10'dan sonrası yoxdur. Başqasının notebookunu tap. Hə. Yox, çünki product ID yox, model ID olmalıdır. Bax, bu olmalıdır. Bir daha baxın bura. Ben bunu kısa sisteminden girin bakın. Orada zümrüt. Bax gör. Hansı adımdır? Model. Nədir? Model. Hə. 4. Aha, deyil. Xət kimi, bəli. Xət var, bəli. 4'dən sonra xət var. Hə. DH. 10. 13. Uru. Hamısı bazılarına bölünür. Bacama. Deyək, ana fərq yoxdur bək. Omen laptop. Fabrikam 360. 14-dən başlayır. 14'dan başlayırdı da. Hə. Ben bu 18. Budur da. Yok 13. Hemen budur. Hə. Bu deyil qardaşım. Burada da 10'dur. Hə, yaxşı, tutaq ki, submit. Windows 10. Model budur da dəqiq. Ben bir soru koduyla Hə. deyim. DH 16. Buna gəlirik nəyə? Driver audio. Məsəl üçün. Bax, səndə bu yoxdur. Kimdir? Nə? Elxan, səndə bax görsən bunlar yoxdur. Bunları indi köçürməliyik. İndi baxaq bir dənə hansını köçürək. Realtek driver yanvarın 23-ü. Ben may günündə mayın 18'i 2020. En yeni soru. Bu, Ben alttaki. bu.
Bir dənə bunun şeyinə bax. Ha, Deyim, onu verişim. bilirlər. Deməm, üstdən Prosto. Yox, ən qabaq. Ben ne fark var? Mən ona baxmaq istəyirəm. Şeylərində fərq var. Məsələn, ref, ref yazılıb. Bunu nəyə görə yazıb bilmirəm. Yəni demədik ki. Onu deyirəm, nəyə görə yazıb bilmirəm. Gəl keçirək yaxşı. Mən hamısını köçürə bilirsiniz. Bir dənə prosto məsələ var. Mənim sumkamdadır mənim flash kartım. Bu köçəni kimi tez bilən qaça flash kartı gətirir. Yükləyində. Düz yeri internet var. Mən niyə kompüterdə keçirik? Deyəcəm flash kartdan keçirək atar. Prosto bu şey görmür axı. Onlayndakilar görməyəcək. Zaten o dərsə. Mən tezlə qoşmanızı itəcək tükür. Nədir? Tezlə qoşmanızı itəcək. Dərs adiyyatı var mı? Əslində yox. Deməli burada necə girdik? Site settings. Ümumiyyətlə gəl lap başdan deyim ən yaxşısı. Settings. Privacy and security. Site settings. Burada da mikrofon. Nə işləmirsə ona baxır. Məsələn kamera ola bilər, mikrofon. Mikrofon gəlsin, bir dənə icazə versən. Süper getdi. Boyun. Başa düşdüm. Tamam. Tak. Bunu saxlayaq. Всё. Nihat İlhan buradasınız, uşaqlar. Bəli. Okay. Tak. İndi bizdə ikilik say sistemindən deyilən bir şey var. Bu say sistemi hardan gəlir? Məsəl üçün bizim bildiyimiz say sistemi onluqdur, düzdürmü? Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0. Bu rəqəmlərdən ibarətdir. Və say sistemi haqqında bir dənə söz deyim ki, məsəl üçün də bəlkə görmüsünüz. Kinolarda falan məsəl üçün belə. Məsəl üçün divara xəttlər çəkirlər. Bununla məsəl üçün həbsxanada zətdə ay sağ ol. Bunu görmüsünüz. Ən birincisi bu da yox idi. Lap belə idi. 1, 2, 3, 4, 5. Mən başladığımda o. İndi təsəvvür ki, bu 5-i ifadə edir, hə? Amma günümüzdə biz onluq say sistemindən 5-i bir dənə rəqəm ifadə edə bilirik. Yaxud təsəvvür edin ki, bu rəqəm 10.000-dir. Düzdür? 10.000 dənə xətt. İndi təsəvvür edin ki, 10.000 dənə xətt var, sonra bunu saymaq var da. Nə qədər çətindir. Və sonradan məsəl üçün belə edilər, qruplaşdırdılar, 5-5 belə saymaq daha asandır. Düzdür? İndi məsələ odur ki, var bizim başa düşdüyümüz say sistemi, var məsəl üçün kompüterlərin başa düşdüyü say sistemi. Hə? 10 üstəyə də çıxıb olmalıdır. 10.000 nə gedir? İndi o üstəgələk 3 nədir? 10 deyəcək. Üstəgələk görməm, 10 kub 3 gedir. 10 üstündə 3. 10 kub 3. Gəlirik uşaqlar. Binary deyilən bir şey eşitmisiniz? Kim? Binary. Bəli. Binary ilə ikilik say sistemi deməkdir. İkilik say sistemi 0 və 1-lərdən gedir və kompüter bu 0 və 1-ləri başa düşür. Bu aydındır, ən sadə ilə desək. Və ikilik say sistemində məsəl üçün rəqəmlər adətən belə olur. 2 dənə rəqəmdən ibarət olur. Düzdür? İndi tutaq ki, bizdə məsəl üçün 210 rəqəmi var. 2-yə belə gedir. Bu 210 rəqəmi necə çevirək ikilik say sisteminə? Bu onluq say sisteminədir. Mən 10 yazdım, yox. Bölünsün 10. Bunu bölürük hər dəfəsində 2-yə. 2-yə bana neçə edir? 105. Okay. Deməli 105. 5 tane bilmem. Sonra 105 2. Bu da elədi 210. Düzdürmü? Qalıq nə qədərdir? 0. 0. Sonra 105-i bölürük 2-yə. Mən bölmək olmur. Olur. Qalıqlı bölünür. 52 qalıqlı 1. Elə ondan. Tam Qardaş söhbət olur da, indi gəlirik ora. Nə qədər maksimum nə qədər bölə bilirsən? 52 tam onda 5 oldu. Maksimum 1-ə qədər. 52. Tam onda 52-ni 2-yə var nə qədər edir? 104. Düzdür? Qalıq nə qədərdir? 1. 1. Alınır yavaş-yavaş. 52 tam onda 5. 52-ni 2-yə bölsək nə qədər edir? Mən 36. 27. Yox, mən 26. O 26. Riyaziyyat yerlərdədir. 26. Bu da elədi neçə? 52. Qalıq 0. Düzdür? 26-nı 2-yə bölürük. 13. Qalıq 1. Yoxdur. Qalıq 0. Da yazmıram da ora. Deməli 13-ü 2-yə bölürük bu səfər.
Bir qalır. 13-ü 2-yə bölək 9. 6 da uşaqlar tam onda nədir? 6 qalığı 1. Tam onda yox. 18 deyil, 13-dür, 13. Onu demək istəyirəm sənədən. Qulaq asmırsan? Hə, oxşar düz deyirsən. 3 qalıq 0. Düzdür? 3-ü də 2-yə bölürük. Mən 1 qalıq 1. Mən 0 İndi gəlin yazaq. 1, bax bu qalığı da yazırıq ha. Ən sondakı qalığı da yazırıq. 1 Yox, 1 0 nə deyir? Mən biri Bir görüm. yazmam. 1 1 ondan sonra 0. Tərsinə yazırıq. 0 Ulu hərfi formasında. bax 1 1 0 1 0 bax belə. Deməli hardayıq? Mən sizin bir yazmaz. 1 1 0 1 0 0 1 0. Düzdür? Bu bizim ikilik say sistemində olan 210 rəqəmi deməkdir. Yəni bu bərabərdir 210. 210 onluq say sistemindədir. Bu ikilik say sistemindədir. Nədir? Sadəcə qalıqları yazırıq, hə. Qalıqları yazırıq. İndi bunu biz çevirməliyik ikilik say sisteminə. Bunu bilirsiniz bəs? Necə çevir? Qalmır da heç orasıdır. İstənilən rəqəmi yoxlaya bilərik bu arada. Tam onda ilə yox amma. Tam ədəd olmalıdır. Ondan sonra 510. 510 Nə idi? Sol nə idi? olmayacaq. Vallahi 3 deyir ki, 3 qala bilməz, qala bilməz. Yox, 3-ü də 2-yə bölünürdü. Yəni 3-ü də 2-yə bölürük də heç orasıdır. Qalsa belə. Mən sadəcə 2-yə böldük də amma. Sadəcə 2-yə. Sadəcə 2-yə. yuxarıya bölünür. 2-dən yuxarıya böləndə yəni 3 qalır. İndi məsələ nədir? Bax bunu da hesablayanda artıq Həm də qalıq öləndən çox olmayacaq. nə? Yəni qalıq 2-dən çox. Qalıq 2-dən çox ala bilməz, hə. Düzdür. Məsələ nədir? İndi bunu çevirəndə bu ədədlərin sırasına görə üstə ədədə vururuq. Məsəl üçün bunun sırası başlayırıq 0-dan. 1 sırayla ha 2 3 4 5 6 və 7. Bunun sırası budur. Bu da necə 1 hesablayırıq? vurulsun 207. A yaşa. 1 vurulsun. O elə eləməyək də arxadan başlayaq. Sıfırlar yazmıyorsun. Bəli. 0-ı neçəyə vursaq cavab 0 edir. Ona görə sıfırları ixtisadi eləyə bilərik. Yaxud tam aydın olsun deyə belə göstərə bilərəm. Məsələn, normalda belədir. 0 vurulsun, buranı yazıram. 0 üstü, məsəl üçün, tutaq ki 2. Amma bu 0-ı nəyə vursaq da 0 eləmir. Cavab 0. Onu başa düşün. Ona görə 0-ı ixtisar edir. 0 değil bu. Sonra 2 üstü 0. Bəli, 2 üstü 0. Amma 0-ı nəyə vursaq cavab 0 eləmir. Gəl başdan yazaq da ən yaxşısı. Bu atam aydın olsun. 0-ı vururuq 2 üstü 0-a. Cavab nə edir? 0. Sonra 1-i vururuq 2 üstü 1-ə. Bu neçə edir? 2. 2. Sonra buradayım. 0-ı vurun təzədən bir eyni şeyə. Cavab çünki 0 edir. Gəl yazın, elə bir ki yazdım. Amma cavab 0-dır burada. Yenə həmçinin burada da 0 var. Keçsin. 0 0. Seçdik bura. 4 yox. 1-i vururuq. 1-i vururuq. 2 üstü 4-ə. Sırasına görə. Düzdür? Bu neçə edir? 16. Düzdür? 0 0. 1-i vururuq. 2 üstü deməli 6-ya. Neçə edir? 64. 1-i vururuq 2 üstü 7-yə. Bərabərdir 128. 128 üstə gələ 64. Deməli 180 188 192 188 192 194 edir hamısı. 194 016 310 210. Bax qardaş 128 64 Hamısını deyirsən. 2 8 210 182. 210. yo 9 192. Onun üstünə də Üstə də 16 can neçə edir? Ben 200. 208 üstə gəl 2 dedin də bəli. Hə, üstə gəl 2. Mən bu 2-ni görmürəm 2 saatdır.
310 dəqiqə. Üstədə 18 yəni bəli 210. Düzəldi. Teması budur. Başa düşdük? İstənilən bir rəqəmi bu belə hesablaya bilərik. Yəni bizim kompüterlər arxa planda belə hesablayırmı desəz, yox uşaqlar. Prosta bizim başa düşməyimiz üçündür ki, hə. Yox, yəni onluq sistemi yoxdur, ümumiyyətlə kompüterdə yoxdur. O kompüterdə sadəcə ikilik say sistemidir. Amma hesablamadan sayacaq. 0-1-lərlə. Bizim kimi hesablamadan. Sonra məlumatların kodlaşdırılması ASCII Unicode. Gəlin keçək bura. Bizdə ASCII cədvəli var, ASCII table. ASCII table nədir uşaqlar? Gəlin bir dənə ASCII table açaq. Baxın, ASCII table-onda hər bir simvolun, hər bir şeyin öz qarşılığı var, öz rəqəmi var. Məsəl üçün, ən məşhurlarından, məsəl üçün, 65-də A-dır, hə? Amma böyük A-dır. Bu böyük A da fərqlidir, kiçik A da fərqlidir. Bax, fikir ver, 97-də. Bax, bu böyük A, kiçik A fərqlidir. Çünki inşallah proqramlaşdırmaları keçəndə görəsiniz ki, məsəl üçün, tutaq ki, yazırsınız Yusif, ilk hərf böyüklə, kiçik hərfdən Yusifə bərabərdirmi? Xeyr. Çünki nəyə görə hesablanır? Bu ASCII table-a görədir. ASCII table-ın rəqəm qarşılığı başqadır. Biz A yazmaqla bizim kompüter A başa düşmür. Onun ASCII table-ındakı rəqəmin qarşılığını başa düşür. Yaxşı? Aydındır? Amma bu ASCII table-ında biz sadəcə görürük ki, ingilis əlifbası var. Bəs yaxşı, mənim bu ərəblər necə kompüterdə ərəbdə sağdan sola yazır desəz, onun üçün Unicode var. Baxın. Unicode-da isə məsəl üçün artıq hər şeyin belə deyək qarşılığı var. Ərəb əlifbası, ağızda nə Çin əlifbası zadı, hər şey. Bəs kompüterlər o simvolu necə tanıyır? Həmin o belə deyək, arxa plandakı olan kodlarla tanıyır ki, bunu kompüterə əvvəlcədən tanıdırlar. Məsəl üçün belə yazaq da Unicode tutaq ki Chinese characters. Nədir? Skript yazmaq üçün deyil, yox. Kompüterlər bunu necə başa düşür? Çünki siz məsələn biz Çin dili köçürə bilirik kompüterə. Bəli. Necə yəni köçürə bilirik? Köçürə bilirik də. Add language deyib, məsəl üçün Chinese deyək. Bax, köçürə bilirik. Kompüterimiz istəsə Çin dilində işlədir. Bəs Çinlilər hansı dildə işlədir? Amma klaviatura dili deyilsin. Klaviatura deyə, amma burada bir məsələ var ki, İkisində də olur, amma siz qalın. bildim, indi misal üçün göstərmiş, yəni var, onu demək istəyirəm. Yaxşı, bu kompüter bu Çin dilini nətər başa düşür? Hə, bax orada gəlir Unicode, ASCII kod, başa düşdün? Mən belə başa düşürəm. Belə deyək də, arxa planda başa düşür ki, bunun qarşılığı var. Nə oldu, hə? Nədir, sual nədir? Mən belə başa düşür kompüter. Bax, bunun qarşılığı budur. Bəli, kompüter bunu başa düşür, bunu başa düşmür. Simvolu başa düşmür. Həmçinin ASCII kodda da. Bax, biz bura A-ya basırıq. Kompüter bax bunu başa düşür, bax. 97-ni başa düşür. Yəni A-nı başa düşmür. Çünki bu bir şeydir, sadəcə device-dir. 97-ni açsaq A-nı başa düşür. Yəni şey olaraq deyirəm də, sən ASCII-dən çevirmək istəyirsənsə, hə o başqa məsələ. Sən bir kod yazmalısan. 97-ni açsan heç 97 kimi başa düşür. Rəqəm olaraq 97. Amma sən hərfi də ASCII cədvəlində başa düşür. Yəni bunu biz tam olaraq dərk edirsiniz. Kodlaşdırmada özünüz kod yazanda. JavaScript-dəmi, Python-da, C#-da, hər hansı bir dildə. Mən kod yazıram məsələn, A hərfini yazmaq istəyirəm, 61 yazıram. Yox da A yazırsan, iş orasıdır. Python rahatdır. Amma kompüter 61 Hə. A yaxşı, başa düşdün nə demək istəyirəm. Python rahatdırmı, JavaScript-mi? Python backend-dir. JavaScript-də backend deyilir, amma JavaScript front-end üçün nəzərdə tutulub. JavaScript-in ucu bucağı yoxdur. Yəni JavaScript %100 bilən yoxdur dünyada. JavaScript dilini. Hə, uzaq başı 40%-ni öyrənərsən. Yəni onun ötürü çətin. Amma Python asandır. Baxır harda. Yəni baxır siz nə yazırsınız da uşaqlar. Mən məsəl üçün C# dilində yazıram. Hərəsinin öz şeyi var. Məsələn bu bir dənə real proyektdir. Buraya yazdığımız kodlar nə işə yarayır?
Bura yazdığımız kodlar o şey yarayır ki, bura məsəl üçün adamlar sorğu ata bilirlər. Sorğu nədir desəz, məsəl üçün siz ən sadəsindən burada gəlib məsəl üçün yazırsınız ki, tutaq ki, Jet School yazırsan, başqa sayt var. Saytın açılmağı üçün yazdığımız. Yox. Bu saytda olan bu şeylər var. Məsələn, bax bura haqqımızda girirsən. Bu məlumatı bir backend yazır. Sonra admin vasitəsilə daxil olunur. O gedir serverə. Biz başımız yarandı. Bax. Okay. Bax bu sənsən. Gəl request response. Yəni bu 2 dəqiqəlik mövzu deyil açılır. Bax request var, response var. Request bizim atdığımız request. Məsələn bir sayta bir request, YouTube-a girirsən, sən əslində YouTube yazmaqdan kompüter yenə başa düşmür ki, bu YouTube yazmısan. Nəyə görə başa düşmür desən? Terminalı açırıq. Hər birimiz fərqli yerlərdə yaşayırıq və hər birimizin adresi var, düzdür? Eyni zamanda qardaş, kompüterin də adresi var. Bax, kompüterin adresində ipconfig yazdım, buradan baxa bilərsiniz bizim kompüterimiz adresi. Yaxud belə yaza bilərsən, what is my IP? Checking deyir, IPv4'ü yoxlayır. Məsələn, mən hal-hazırda mənim kompüterimin IP adresi budur. İndi məsələ oldu ki, saytlar yazılarkən biz DNS roomlar görmüşdük. DNS server. Mən ilk dəfə göstərmişdim bunu. Belə şey görmüşdük. Bunlar server kompüter deyil. Hər bir kompüterin IP adresi olmur. Aha. İndi məsələ nədir? Biz request göndərərkən bu gedir arxa planda, məsəl üçün youtube.com deyə axtarmır ki. Bunu axtarmır. Bunun əslində belə axtardı. Məsəl üçün tutaq ki də atıram 185, nə bilim 182, 200, nə bilim 190, 255. Nəsə belə bunu axtarır. Bu gedir DNS serverlərdə axtarır. Həmən serverdə bunu axtarır, tapır və məlumat hazırlanır, backenddə falan sorğulatır, yığılır, sizə respons olaraq qayıdır. Bu saniyələr içində baş verir. Amma arxa planda çox güclü bir iş gedir. Yəni çünki fərz eləyin ki, internet cable map deyək. Fərz eləyin ki, bunu hardan girək? İmeclərdən. Tamam, bura girək. Buna baxın. Bu okeanların falan altı var. North Atlantik okeanın altından gedən internet xəttləridir. Bu internet xəttləri də bildiyiniz okeanın altından xətt çəkiblər. Fiber optik. Bir dənə yerimiz Adam kimi. Adam kimi qardaş. Fiber optik. Bir dənə belə şey balıq dəysə məsələn onu kəssə. Nədir? Bir dənə məsələn Zədələnsə internet yanacaq. Yəni o həmən yerdə, həmən məsəl üçün falan ölkənin falan ölkə arasında xətt yanacaq. Bəli, köpək balıqları hücum eləyirmi? Eləyir. Kabelləri qoparmaq istəyirlər. Məsəl üçün Suyun altını, yəni suyun içində gedir, yoxsa altına. torpağın altına. Bəzi yerlərində görünür, bəzi yerlərində torpağın altına gömülür. Bəzi yerlərdə görünür. How to set fiber optic cable məsəl üçün. niyə altından çəkiblər ki, səbəb var. Var, səbəb var. Niyə üstündən yox altından çəkir? Birincisi üstdən çəkmək məntiqsizdir, çox məntiqsiz. Nəyə görə? Gəmi keçə bilər. Yəni suyun üstündə. Bəs ya Gəmi keçsə kəsir. bir dənə söz deyim də. Bax, bu okeandan gəmilər hərəkət eləmir. Üstündən çəkilər necə hərəkət edəcək? Bizdə necə? İşıqların, məsələn, elektrikin gəlməsi üçün kabellər belə olur. Gündürdə. O qulaq as. Yox, o dediyiniz tamam başqa şeydir. O sizə bax bu optik internet var. Optik internet sizi qlobala bağlayır. Bax, biri var biz öz aramızda danışırıq. Biz heç kimsə eşidir qıraqdan. Amerikadan kimsə eşidir? Yox. Bəs amma sən Amerika istəsən zəng eləyirsən, necə eləyirsən bəs? Yəni çıxdı işləcək. Kimə eşidəcək? Hə, eşitsinə görə.
Hə, siz bu internet kabelləri qlobala bağlayır artıq. Siz bunun vasitəsilə bildiyiniz siqnaldır uşaqlar. Yəni internet şey deyil, qeyri-adi bir şey deyil. Bildiyiniz siqnal ötürürsüz. Əvvəl bu yox idi. Əvvəl var idi lokal internet şəbəkələri var idi. Yəni ölkələrin özlərində var idi. Məsələn, o vaxt elə şeydən Amerika başladı bu internet məsələ. Lokal idi onlarda. Dövlət sektorları lokal internetdən bir-birinə fayllar köçürürdülər. Təsəvvür edin ki, bu yoxdur. Kimsə günlərlə gözləyirsiniz ki, buradan Alabama ştatına məktub gələcək. O da açacaq ki, bir dənə yazılıb salam. Bir dənə salamdan ötürü təsəvvür. Ondan sonra adamlar oturdular fikirləşdilər, belə bir şey ilk dəfə interneti kəşf edəndə birinci lokalda bir-birinə bağlandılar. Sonra dedilər ki, başım qlobala bağlanır. Əvvəl zaten internet var idi. Sadəcə dövlət strukturları işlənirdi. Heç kim yəni qlobala açıq deyildi. Ümumi istifadəyə açıq deyildi. Və ölkələrin bir-birinə əlaqəsini təmin etmək üçün belə deyək də, optik kabellər çəkildi. Onlar da uşaqlar, yəni belə məsəl üçün öz başına kabel çəkimi yox. Sən ölkədən icazə almalısan ki, bax, kabel. İndi məsələ nədir? Nevada ştatındaydı deyəsən. Nevada State. İndi məsələ nədir? Onlar biz bunu da görə bilərikmi? Onlar özlərinə, buna bax, çöllüyün ortasında belə bir şey qurublar. Bu nədir? Burada DNS şeylər var, server otaqları var və bu server, biz sorğu göndəririk. Məsələn, adi, çox sadəsindən Instagram. Instagramda bir dəqiqə kəşfetimizə girək, kəşfetimizdə hərəmizə bir şeydir. O da maraq dairəmizə görədir. Birimizdə məsələn maşındır, birimizdə hərəmizə bir şeydir də. Bəs yaxşı, bu məlumatlar necə olur ki, biz Instagram onu necə bilir ki, biz məsəl üçün maşınlara marağımız var. Yaxşı, başladığın şeylər harada saxlanılır? Haradadır o? Bax, buradadır. Onu demək istəyirəm. Sənin internetdə gəzişdiyin şeylər var, hamısı məlumatların zamanı. Bütün sənin haqqında hər şey var. İndiyə kimi. Mən hər ölkənin bir dənə belə yeri var. Qəşəng sualdır. Hər ölkənin yox. Amerikanın var, bu dəqiqə Çindir, Rusiyadır, ayrılmaq istəyirlər. Nəyə görə ayrılmaq istəyirlər? Çünki bütün təsəvvür edin ki, Çində olan insanların, bütün Rusiyada olan insanların datası, bütün dünyanın datası Amerikada var. Lüboy bir şəxsiyyəni çıxarıb qoyacaq ki, falan şeyləri eləyib. Var hamısı. Bütün datalar var, ha. Saxlayırlar. Buna görə, bəs nəyə görə Amerika güclüdür? Hər şey var. Hə? Atak, kiber atak eləyirlər. Hər gün olur, hər gün olur. Azərselin özündən, kapitalın özündən hər gün dəfələrlə kiber ataklar olur. Kiber yarışması da olur. Necə qarşısını alırlar? Tullarla. Kiber təhlükəsizlik mütəxəssisləri bəs nəyə görə var? O tullarla qarşısını alırlar. Mən kiber savaş var. Ən alətdən ən ayarlanmış atak dostdur. Dost bilirsiniz nədir? Mən bu YouTube-a girirəm, məsəl üçün, ya Umiko'ya girirəm, Umiko'ya dəfələrlə sorğu atırlar. Dəfələrlə. Bax bu elə bir şey 50. Dəfələrlə sorğu gedir. Bunu nəsə bir adam eləmir. Çökdürmək istəsə bir 30 nəfər birləşib 20 gün, 30 gün sorğu atırlar. Server çökəcək. Serverdə bildiyimiz bir kompüterdir axı. Bu yetimin də bir yaddaş tutumu var, bir ramı var. Düz deyil qardaş. Kompüterin nəyi var? Ramı var, mərkəzi proses var. Bunlar nə ilə işləyir bəs? Yanda. Anonymous məsələn Atak Nova dostdur da elə. Anonymous Atak Nova ən birincisi dostdur. Sonradan məsəl üçün şeylə vurmaq istəyirlər. Hansı bir zəif nöqtəsini tapırlar. İnternetdə hər hansı bir datasını tapırlar. Siz yəni qısaca hər hansı bir yerdə login oldunuz, öz haqqınızda şəxsi məlumatlarınızı harasa yazdınız, sizin məlumatlar getdi internetə. Yəni bilin ki, o var. Tərəfdaşıdır, sponsordur, yönləndirir. Bax, deyir ki, qəşəng sual var da, onun arxasında bir sistem var. Deyir ki, müəllim, Umiko yazınız, niyə bir market çıxdı? Niyə görə çıxdı? Elə bil ki, məsəl üçün adın nə oldu? Əli. Uğur. Bax,
Mən biri var deyəm ki, Uğur. Uğur deyəndə Uğur baxacaq, hə? Mən demişəm ki, Uğur, Əli deyəndə də sən bax. Əli. Məsələn, başa düşdün nə demək istəyirəm? Buna deyirlər uşaqlar. Yönləndirmə, redirect. Yəni bax, 24 ayda 90 17. burada qızıl xırdal idi, rebalı. Zarafatsız qızıl xırdal idi. Bu dərin söhbətlərdir. Tamam. Keçək silam. Fetch, decode, execute. Əslində bunu başa salmışam. CPU-da uşaqlar, biz bilirik də. RAM-dır qardaşım. Prosessordur. RAM götürdü, bura mən şey verdi, əmri verdi. Bunu bilirik, front-end, back-end. Front-end nə edirdi? Qarşılayırdı onu. Düzdür? Qarşılayırdı, məsələn, minimize var idi. Düzdür? Minimize nə edirdi? Nə edirdi minimize front? Hara qaytarırdı? Sildirdi. Nə edirsiniz? Bax, biz bir dənə yaşa. Azərbaycan. Bax, minimize əmri verdi. Minimize əmrini front-end qarşıladı və nəyə çevirdi? Maşın dilinə, yəni 0-1-lərə çevirdi. Yəni fetch elədi, decode elədi. Decode kodları açmaq deməkdir. Və ötürdü hara? Back-enddə, düzdür? Düzdür? Back-end nə elədi? Execute icra eləmək deməkdir. İcra elədi və təkrar rama qaytarmırdı. Bax bu fetch, decode, execute odur. CPU-nun işləmə prinsipi. Bu əslində keçmişik. Hə? Okay. Nüvələr və sridlər, bunu məsəl üçün bilmək üçün yəni task menecərə salınmalı şey. Saat tezliyi ilə nümələrdir ki, CPU-nun nüvəsindən gedir söhbət, bəli. O, məsələn, korlar deyirik, Intel Core i7 məsələn. Mən internetdən baxdım. Deyəsən, o konteri söndürəndə arxa ekranda işləmə üçün shift-ə basıb tut söndürmək lazımdır. Shift-ə basıb tutdu. Niyə ki şeydən edirik də? Ayarlardan düzəltmişdik də, keçən dəfə. Arxa ekranda işləməməsi üçün. Hə? Kimlə düzəltdik onu? Məzələn siz? Bir də məndə o logo var oraya. Hə. Logo oraya. Onu da yanında fırlamaq şey olur. Nə olur? Google? Logo yoxdur. Məsələn, Hə. TikTok işləmişəm. Hə. Onun belə sağ altında belə fırlamaq işləmişəm. Zagruska. Hamısında elə işarə olur. Öyle şey deyil, məsələn, Roblox-a girəndə mouse'un yanında belə. Hə, o girməyə çalışır, orada bir proses gedir ona görə. Axırda da şey olur. Belə Hə. işarə olur, yanaşır. Elə olur. Antivirus yoxdur sən Allah kompüterdə. Antivirus var. Onu zibilir. Ona görə deyil. Antivirusun başında antivirus uşaqla çevir. Nə dilin keçsin. Okay. Mən də öz-özünə gəlmiş yadı. Bax, qardaşım. Bax, əzbərdən bilmirəm. How to turn off, məsəl üçün, sleep mode yox, computer, bax ki, background deyək də, məsəl üçün də, setting, background yox, bu nədir? Bu yox, qardaşım, bu yox. Ya, fikrimi izah edən məndən bura. Biraz sakit duraq da. Qasim müəllim. Qasim müəllim. Özlərikum. Çox Nə deyək? Background. Turn noise, using keyboard yox. working after shutdown. Məsəl üçün, gələk düz edir. Computer is working after məsələn shut down. Yox, mən bunu sırf göstərmək istəyirəm ki, yox. Mən də o antivirusundan necə sıra görəm olmasını. Kontrol paneldə. Install proqramına. Ümumiyyətlə, Luboy proqramı girirsən buradan, install proqramını köçürürsən. Install proqramı. Həmən şeyin adını yazırsan, atıranda məsələn Discord. Deyirsən adı şey deyir. Sio. Vanguard. Buradan. Nədir? Vanguard.
Orada da öz-özünə yanlış. Şuna Kotan antivirus görmüsünüz indi kimdə? Başım baxın. Mən Antivirusun özü belə antivirus virusdur. Yəni həqiqətən başım baxın. İmkan vermir nəsə eləməyə. Mən bir Mən özümə çox gəldi. anladım. Deyəm ona Ha, imkan vermir nəsə eləməyə. Dolayısıyla task manager'ə girir, hər dəfədən bir mesaj göndərir. Mhm. Change. Hə, şey girək. Control. Bura girsəm yadıma düşəcək. Hə, control panel, system and security. Change what's the power buttons do. Bura girdik. Change settings. Burada fikir verin. Turn on fast startup var. Recommended yazıb. Recommended deyil. Bu nədir? Siz kompüteri keçirsəniz belə arxa planda bəzi şeyləri, servisləri açıq saxlayır. Və bu səbəbdən də kompüter yanında çox sürətli yanır. Düzdür? Bunu keçsə kompüter nisbətən sürəti zəif, yananda sürəti zəifləyəcək, amma ki kompüteriniz tam keçəcək. Hə. Bağlamaq. Bağlayaram. Bax, məndə bağlıdır məsəl üçün. Bunu açmaq o deməkdir ki, sən bunu belə edirsən, save edirsən. Bunu bağlayırsan. Recommended tövsiyə olunan deməkdir. Özü üçün danışır. Öz üçün danışır da. Amma arxa planda işləyir kompüter. Bəzi servislər. Tamam. Əmrlər toplusu da bu x64, x32 var. Onlar biz nədir? Onu mən sizə necə göstərərəm. Bax, əvvəllər kompüter işləyirdi. Deməli x64, x86. 64 ilə 32 idi fərqli, nə idi? Proqramlara görə idi biraz Bitdi. Bu bit, byte zat temasını bilirik. Mən bilirəm. Başlayırıq hardan? Bitdən. Sonra byte. Sonra Bir saniyə. kilobayt, Daha mı bilir ki? Nə oldu? Deməli, bitdən başladıq. Byte, megabayt, kilobayt. Gigabyte. Belə yazaq. İndi yaxşı. Bit heç. Bəs 1 baytımız neçə bitdi? 88. Aysa. 1 bayt bərabərdir 8 bitə. Ya Allah. Sonra 1 kilobayt 1024 byte. qəşəng. 1024. 1024, bəli, 1000 deyil. Bir dənə 8 bit bir Bəli. Qalan hamısı 1024-dür. Həmçinin bu belə gedir. Və bu kompüterin bir növ işləmə belə deyək, kapasitesidir, performansıdır bildiyiniz. Yəni bir var 32 ilə işləsin kompüter, 32 bitli olsun. 32 bitli, yəni ən sadəsindən gəlin belə bir backend dilində başlayaq da. Məsəl üçün biz bura yazacağıq ki, salam. Bu salam. Bax burada baxın harda. Mən bura məsələn 2 yazıram. Bu 2 gedir RAM-da yer tutur, düzdür? Biz niyə görə bunu görə bilirik? RAM-da yer tutur və monitor vasitəsilə biz onu görə bilirik. Müvəqqəti. Mən bunu çıxsam gedəcəkdə düzdür şeydən, RAM-dan. Ay yaşa. Bu da gedir arxa planda RAM-da özünə müəyyən qədər yer tutur. Bu yer tutanda da məsəl üçün tutaq ki, biz bura 2 yazmışıq, hə? Əslində 2 kimi yer tutur, tamam. Amma ki özünə bir fərz bir otaq tutub kirayə otaq tutub. Amma bu otağın qardaş 8 dənə şeyi var, otağı var. Bu evin 8 dənə otağı var. Amma bu gedir birində durur. Məsəl üçün. Bax, belə başa düş. 4 5 6 7 8. Hə. Bir bit yox, bir byte. Bu otaqlar üçün bit sayılır. Başa düşdün? Və bu da kompüterin işləmə tezliyidir. Var kompüter 32 ilə işləyir, var kompüter 64. 64 ilə 86 eynidir. 64 ilə 86 demək olar eyni şeydir axı. Yüksəldikcə yaxşıdır yoxsa pisdir? Təbii ki, yüksəldikcə yaxşıdır. Gücü daha çox performans deməkdir. Aha, bu çox maraqlı söhbətdir. Bottleneck. Tamam. Başa dərsdən kimdir? Başa
dərsdən kimsə. Tamilla yox. Məndən nə baxın? Məndən məsələn 149 deyil. Yox. Şey bilmirəm. Dərs qaldı. Aha, bottleneck çox maraqlı söhbətdir. Bunu deyən kimi biləsiniz. Bax, bottleneck belə yazaq. Baxın, bu nədir? Bu dar boğaz deməkdir. Dar boğaz. Bu nədir? Mən yadınızda da demişdim ki, məsəl üçün bu bizdə məsəl üçün prosesorlarda ümumiyyətlə RAM-dır falan. Hamısı ən nəhayətində harda yerləşir? Ana platadır. Hə, bütün hamısı. Qurğuların hamısını birləşdirir. O qurğular, bəli, ana plata olan hamısının birləşdiyi yerdir. Düzdür? Məsələ odur ki, yəni mən gedim 3-5 min pulum var, gedim hər şeyin ən yaxşısını alım. Kompüter raket olacaq? Yox. Məsələ odur ki, o ən yaxşı dediyin şeylərdə bir-biri ilə əlaqədə olmalıdır. Yaxud burada belə bir məsələ var. Tutaq ki, sənin CPU-nun atıram da Intel Core məsəl üçün. Yox, i7 olsun. i7 14-cü nəsil HX. Belə bir şeydir. Yəni vəhşi bir şeydir də. i9 var indi, ha. İndi i9 var, bəli. Amma məsəl üçün GPU integrateddir. Yəni üstünə integrated nə deməkdir? Yapışmadır, yəni sonradan taxılma deyil. Integratedlər adətən zəif olur üstünə gələnlər. Var ki, məsəl üçün siz onu çıxardıb taxa bilirsiniz. Kompüter bunu dəstəkləyirsə, demək onun GPU-su güclü GPU taxmaq olar, zəif olsa belə. Məsələn, cihazın biri güclü, biri zəif, yaxud iki dənəsi güclü, biri zəifdirsə, artıq məsəl üçün güclü gəlir, bir dənəsi zəifdir deyə, kompüter həmən ən zəifə görə işləyir, ən güclüyə görə işləmir. Yəni o demək deyil, sizin prosesorunuz çox güclüysə, sizin kompüteriniz raketdir, yox. Sizin bir dənə qurğu ondan nisbətən zəifsə, yəni ona belə deyək də. Bütün qurğular eyni güclü olmalıdır. Bərabər güclərdə olmalıdır təxminən ki, kompüter o max performansı göstərə bilsin. Yoxsa bir dənəsi zəif oldu, kompüter o zəifə görə işləyir. Hə, bottleneck anlayışı bax oradan gəlir. Güclü gəlir, bir dənəsi zəifdə hamısı bu dar boğazdan keçməyə çalışır. O dar boğazı artıq zəifin görə geriyə qalırlar. Başa düşdünüz? Dar boğaz anlayışı da buradan gəlir. Başqa bir şey deyil. Ən qısa variantda belədir. Okay. Bayaqki server anlayışından kim nəyi başa düşdü, nəyi başa düşmədi? Server söhbətlərindən. Mən bunu başa düşürəm. Amerikada olduğuna görə bütün dünyanın... Yox, onun tək o deyil. Baxın, bir sayt necə əmələ gəlir, onu danışaq istəyirsiniz. Birinci sayt yazılır. Müəyyən kodlarla, düzdür? Bu saytda şey başa düşün, serveri. Kod yazmağı bilmədən sayt düzəltmək olmur. Mən bayaq verdim sana o deyil, müəllim. Yəni siz o kodu oraya yazırsınız, niyə yazırsınız da yəni? Bax. Sən bir dənə sayta girdin. Burada əlaqə bölümü var. Mən gəldim tıkladım bura. Məsələn, bura deyir adınızı falan yazın. Kənan Qarav mən. Tələbəm. Qara yegin nədir? Ləqəbidir. Məsəl üçün. Bura bir dənə göndər elədici. Bax, kodu sırf məsəl üçün, biz bunun üçün bir dənə kod yazırıq. Ayrıca bir kod, sırf bu əməliyyat üçün. Biz bu algoritmlərdə keçəcəyik. Məsələn, sən tutaq ki, bir dənə proqram istəyirsən, amma proqram toplama işləmi görəcək. Sən onun əvvəlcədən kodunu yazmasın. Çünki kompüter, yəni bu sayt qısaca bu boydur. Buna deməlisən ki, sən bunu elə. Bura gedəndə bunu elə. Hə, heç nə bilmir də, balaca uşaqdır, buna bir-bir öyrədirsən. Biz bu kodlarla o həmən şeyləri bir öyrədirik ki, sən bax. Yəni burada yazdığınız kod bir dənə rəqsi o sayt işləməz məsələn. Bu dəqiqə burada dəyişsə xeyr, işləyəcək. Çünki sayt burada deyil, bu mənim lokalımdır. Siz o nasıl kaydələrsiniz də? Hə, indi ora gəlmək istəyirəm. Bax, indi ora gəlmək istəyirəm. Siz bu saytı yazmaqla deyil. Məsələ onda bitmir. Məsələ ondan sonra başlayır ki, siz bu saytı hansısa kompüterin içinə yerləşdirməlisiniz. Çünki server dediyimiz şey 7/24 işləməlidir. Təsəvvür ki, bu kompüter 7/24 işləməlidir ki, siz buna sorğu göndərəndə, məsələn, siz nədir? Elə ki, sorğu bilirsiniz nədir? Burada hər hansı bir fayl var.
Sən mənə deyirsən ki, məsəl üçün də Onları açın. Fazil məsələn filan saytı aç, filan papkanı aç, filan faylı aç deyirsən, mən onu açıram. Arxada bir nəfər deyirəm, onu açır. Bu server kompüterdə də kimsə Ay, sağ ol. açır. Yox da iş orası. Özü. Hə. Bu məsələ odur ki, server dediyimiz şey biz nədir? Bu sayt, bu fikir versən az çox ingilis dilinə oxşuyur, biz başa düşürük. Bunu kompüterə qoyanda bu çevrilir yenə maşın dilinə. Maşınların başa düşən. Ən nihayətində 0-1-lərdir. Və o bizə bir dənə fayl verir. Yaxud fayllar verir. O fayllarda kompüterin içərisinə, hər hansı bir folderin içərisinə yerləşdiririk biz. Yerləşdiririk və deyirik ki, bax, sənə yazılsa ki, məsəl üçün jschool.az. Sən bax belə bu domeni alırıq, domen başqa söhbət. Bu yazı yazılanda get həmən folderin içərisindəki həmən faylı aç deyirik. Biz deyirik, təyin edirik. Serveri göstərə bilərəm sizə, amma rekordu bağlamalıyam. Bir dənə Kibernetikaziya aiddir deyə. Kiberə aid deyil, orada Şey serverə girmək üçün onun kodunu yazmalıyam. Ona görə sistemə düşsün. Dayandırın yazılmasını. Nə mənada yəni tam olaraq başa düşmürəm. Serverin kompüterə girmək üçün kompüterin kodu var. Şifrəsi. Hə. Müəllim istəmir yəni. Görsənməsin. Niyə görsənsiniz? Siz girə bilərsiniz o şifrəni. Hə, saytlara girə bilərik. Saxlayım göstəreyim. Saxlayın.